Gəldin Fordonu vurdun, Əl-Üdeydi vurdun, mənim generalımı vurdun, mən də Əli Əsədi vurdum. Artıq elə bir şey deyil. Keçmişdə də biz onu qeyd etmişdik ki, General Musavi İran Silahlı Qüvvələrinin baş komandiri elan etmişdi ki, növbəti müharibə, son müharibə olacaq və nəticəni bildirəcək. Bütün məntəqəni olalığa bürüyəcək bir müharibə kimi görürük. Qısa bir məhdud əməliyyat belə geniş miqyaslı cavab görəcək. Bu xəbəri yollayırlar İrana 2 gündür, 3 gündür. Ki biz məhdud vuracağıq o sən dedin o Fordo kimi. Sən də ya cavab vermə. Gör nə qədər üzdüdülər ha. Ya cavab vermə ya da versən biraz bizi kimi belə lazımsız bir kilən bazarını vercinə. Da biz qaydaq. İran bunun qarşısında sərt dayanır. İndiyə qədər də General Musavi olsun, sən dediyin kimi, hətta o siyasi rəsmilər olsun, hamısı deyir ki, qardaş, bu axırıncı döyüş və geniş miqyaslı olacaq. Bir dənə çöp gəlsin, düşsün bizə tərəf. Görək ki, tərpənir ha, düşsün yox. Bəs çox yerdə deyirlər ki, hərəkət hiss eləsək. Hərəkət hiss eləsək, hərəkət başlamamışdan başımıza oyun gələ bilər.